Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və müəllim olmağa hazırlaşan miqçilər. Bugün biz sizlə yeni bir mövzu öyrənəcəyik. Mövzumuzun adı belədir: Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları. Ümumi təhsilin dövlət standartları dedikdə, yəni dövlət tərəfindən qoyulmuş tələblərdən söhbət gedir. Ümumiyyətlə, standart sözü dəyişməz mənasındadır. Yəni, ümumi təhsil dövlət standartı olaraq bizə dəyişməz hansı nələri vermişdir. Bugün mən sizə informasiyanı seçici olaraq təqdim eləyəcəm. Hansı ki, kitabda çox genişdir, amma bizə lazım olan hissələrini sizə təqdim eləyəcəm. Ümumiyyətlə, müəllim informasiyanı şagirdlərə seçici olaraq təqdim eləməlidir. Bu nə deməkdir? Yəni, onlara lazım olan hissəsini, harada daha vacib məqamlar varsa, o hissəni mən sizə təqdim eləməyə çalışacağam. Yəni, çox xırdalıqlara getməyəcəyik. Düzdür, mövzunu başdan ayağa bir dəfə oxumağınız məsləhətdir. Amma yenə də mən sizə lazım olan məqamları neyniyəcəm deyəcəm. Ümumiyyətlə, dövlət standartları deyəndə nə başa düşülür? Dövlət standartı deyəndə, yəni ümumi təhsil necə idarə olunur, ümumi təhsilin məzmunu nədən ibarətdir, ümumi təhsilin maddi-texniki bazası, infrastrukturu, təhsil verənlərin keyfiyyət göstəricisi, təhsil alanların bilik, bacarıq və vərdişlər səviyyəsi, ümumi təhsil pilləsində təhsil alanlarda formalaşdıran səriştələri, hansı ki, bugün biz ən çox toxunacağıq həmin o səriştələrə. Sonra ümumi təhsildə tədris edilən məşğələ və fənləri, məktəbə hazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil səviyyəsində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlim nəticələrini, tam orta təhsil səviyyəsində təhsilin təşkilini, ümumi təhsilin səviyyələri üzrə həftəlik dərsdən kənar məşğələ saatlarının ümumi miqdarını, ümumi təhsilin təşkilinə dair verilən bütün pedaqoji tələbləri, hansı ki, bugün biz səriştələrdən və pedaqoji tələblərdən danışacağıq. Bir də ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq. Bunlar hamısı ümumi təhsilin dövlət standartları sayılır. Ümumiyyətlə, ümumi təhsilin məzmunu müəllim tərəfindən müəyyənləşdirilmir. Bilirsiniz ki, məzmun Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş xüsusi vəsaitlərlə bizə verilir. Lakin burada nəzərə alınan məsələlər əlbəttə ki, cəmiyyətin, dövlətin maraqları, dəyişən tələbatlar, sonra şagirdlərdə yaşlarına uyğun, fizioloji durumlarına uyğun, psixoloji vəziyyətlərinə uyğun məlumatların məzmuna daxil edilməsi nədir? Məqsədə uyğundur. Ümumi təhsil müvafiq icra orqanı tərəfindən tənzimlənir. Burada belə bir sual yaranır. Bəzən müəllimlər elə başa düşür ki, burada icra edici orqan deyəndə icra hakimiyyətlərini başa düşürlər. Düzdür, icra hakimiyyətlər də icra edici orqandır. Lakin burada məsələ Təhsil Nazirliyi ilə gedir. Bilirik ki, prezident və nazirlər icra edici orqandır və təhsilin təşkili və idarə olunması müvafiq icra orqanı tərəfindən idarə olunur deyəndə, burada söhbət Təhsil Naziri, onun asılılığında olan regional şöbələr və eyni zamanda sektorlar nəzərdə tutulur. Ümumi təhsilin idarə olunmasından danışacağıq bugün biraz. Ümumi təhsilin idarə olunması müəllimlər 3 əsas prinsip əsasında idarə olunur. Bunlar hansılardır? Əsas məsələ bunlar hansılardır? Hesabatlılıq, məsuliyyət bölgüsü, baxın burada məsuliyyətin bölüşdürülməsi, bir də inkişafın monitorinqi əsasında həyata keçirilir. Bu nə deməkdir? Təhsil müəssisəsində hər kəsin özünün boynuna düşən bir vəzifə var, düzdürmü? Buna deyirik məsuliyyət bölgüsü. Yəni, məsuliyyət bölgüsü nə deməkdir? Hərə öz üzərinə düşən vəzifənin məsuliyyətlə yerinə yetirilməsi məsələsindən söhbət gedir. Eyni zamanda burada hesabatlılıq prinsipi də var. Yəni, müəllim tədris işləri üzrə müavinə, müavin direktora, direktor şöbəyə, sektor şöbəyə belə hesabat verir. Təhsilin, belə deyək də, vəziyyəti ilə bağlı. Bir də inkişafın monitorinqi prinsipi var. İnkişafın monitorinqi isə, yəni, fəaliyyətlərin məqsədə uyğunluğunun aşkara çıxarması, şagird nailiyyətinin, pedaqoji işçilərin fəaliyyətində çatışmamazlığın aradan qaldırılması üçün lazım olan tədbirlərin görülməsindən söhbət gedir. Yəni, bu da müəyyən üsullarla neyniyir? Həyata keçirilir. Burada həm şagird nailiyyətlərinin, həm də pedaqoji işçilərinin peşəkarlıq səviyyəsinin dinamikası izlənilir. Yəni, bu peşəkarlıq səviyyənin hardan hara gəlməsi məsələsi izlənilir. Bu belə. İndi keçək təhsilin maddi-texniki bazası, ümumi təhsilin. Söhbət orta məktəblərin, yəni bizim dərs dediyimiz məktəblərin maddi-texniki bazasından gedir. Maddi-texniki baza deyəndə,
Baxın, laboratoriyalar, emalatxanalar, idman zalları, akt zalları, tibb otağı, bufet, yeməkxana, təhsil alanlar və təhsil verənlər üçün olan bütün gördüyümüz mebel avadanlıqları, bütün informasiya kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədrisyanı vəsaitlər, təlimin texniki vəsaitləri, dərslik və elmi bədii ədəbiyyat fondu nəzərdə tutulur. Eyni zamanda təcrübə sahəsi, tədris üçün olan təcrübə sahəsi də maddi texniki baza adlanır. Yəni gözümüzlə gördüyümüz, əlimizlə toxunduğumuz məktəbdə nə varsa, hər bir şey maddi texniki baza adlanır. Bəs infrastruktur nədir? Infrastruktur təhlükəsiz təhsil şəraiti. Bu infrastrukturdur. Pedaqoji kadrlarla təminat, yəni müəllim kollektivi ilə təminat, bu da infrastrukturdur. Sonra təhsil fəaliyyəti üçün zəruri imkanlara malik yardımçı binalar, yəni məktəbin əsas binasından əlavə yardımçı binaların olması. Sonra qurğular, sadə idman və təlim meydançaları, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti, bunlar hamısı adlanır nə? Ümumi təhsilin infrastrukturu. Ümumi təhsil infrastrukturu deməli qəbul edilmiş standartlara cavab verməlidir. Əlilliyi olan şəxslər üçün də əlçatan olmalıdır. Bu da inklüziv təhsil üçün nədir? Nəzərdə tutulubdur. Və ən əsas məsələ, bugün biz toxunacağıq nəyə? Bugün biz toxunacağıq ümumi təhsildə, təhsil alanlarda formalaşdırılan səriştələr. Təhsil alanlarda 3 istiqamətdə səriştə formalaşdırılmalıdır. 3 istiqamətdə bu təfəkkürlə bağlı səriştələrdir, fəaliyyətlə bağlı səriştələrdir, bir də dəyərlərlə bağlı səriştələrdir. Gəlin görək, indi birinci başlayaq təfəkkürlə bağlı səriştələrə. Görək təfəkkürlə bağlı səriştələr hansıdır, fəaliyyətlə bağlı səriştələr hansıdır, dəyərlərlə bağlı səriştələr hansıdır. Aha, gəlin bunu lövhə üzərindən sizə daha yaxşı izah edim. Deməli, dedik ki, səriştələrimiz necə olmalıdır? 3 əsas istiqamətdə şagirdlərdə biz səriştələr formalaşdırmalıyıq. Səriştə, yəni bacarıq deməkdir. Şagirdlərin, ümumiyyətlə, müasir təlimdə şagirdlərin biliklərlə yanaşı bacarıqlarının da olması çox önəmli bir məsələdir və biz nə edəcəyik? O səriştələrin necə olması haqqında burada danışacağıq. Birinci təfəkkürlə bağlı səriştələrə keçək. Deməli, birinci olsun nə? Təfəkkürlə bağlı səriştələr. 3 istiqamətdə səriştəmiz olmalıdır. İkinci, fəaliyyətlə bağlı səriştədir. Fəaliyyətlə bağlıdır. Bir də nə var? Dəyərlərlə bağlı səriştələrimiz olmalıdır. Dəyərlərlə bağlı səriştələrimiz nə olmalıdır? Olmalıdır. Və hər birinin də 5 istiqamətdə səriştəsi var. Gəlin birinci təfəkkürün səriştələrindən tanış olaq. Yəni, hansı ki, şagirdlərdə biz təfəkkürlə bağlı səriştələr formalaşdırmalıyıq. Birinci, tənqidi təfəkkür. Tənqidi. Buna kritik də yaza bilərik. Kritik düşüncə. Tənqidi, yəni kritik düşüncə. İkinci, yaradıcı, yəni kreativ düşüncə. Kreativ düşüncə. Üçüncü məsələ, qərar qəbul etmə. Qərar qəbul etmə. Dördüncü məsələ, problem həll etmə. Problem həll etmə. Və beşinci, müstəqil öyrənmə. Müstəqil. Bunların ardıcıllığın, yəni yanlış yaza bilərəm. Burada ardıcıllıq önəmli deyil. Önəmli olan bunların adlarıdır. Baxın, təfəkkürlə bağlı bu səriştələri biz şagirdlərdə formalaşdırmalıyıq. Yəni, 21-ci əsr şagirdi həm kritik düşünməyi bacarmalıdır, həm kreativ düşünməyi bacarmalıdır, həm hər hansı məsələ ilə bağlı qərar qəbul etməyi bacarmalıdır, həm problem həll etmə bacarığı olmalıdır. Eyni zamanda da mən deyərdim ki, ən önəmli müstəqil öyrənmə bacarığı olmalıdır. Sonra gəldik fəaliyyətlə bağlı səriştələrə. Gəlin görək fəaliyyətlə bağlı hansı səriştələr olmalıdır. Birinci, əməkdaşlıq.
Əməkdaşlıq. Bu çox önəmli bir bacarıqdır. Bəli, əməkdaşlıq. Bunun ikinci bir adı korporasiyada adlanır. 4K bacarıqları deyəndə biz görürsünüz kritik, kreativ, korporasiya, ünsiyyət. Ünsiyyət isə ikinci bir adı nədir? Kommunikasiya adlanır. Ünsiyyət. 3. Rəqəmsal savadlılıq. Rəqəmsal savadlılıq. Burada bilirsiniz, söhbət nədən gedir? Yəni, şagirdin İKT bacarıqları olmalıdır. Əməkdaşlıq deyəndə, yəni qrup işləri, əməkdaşlıqla hər hansı bir fəaliyyəti ortaya çıxartmaq, layihə işləri, ünsiyyət, yəni şagirdlərin bir-birlərinə münasibəti, bir-birlərinin fikrini dinləmə mədəniyyəti, fikir ötürə bilmə mədəniyyəti və s. Rəqəmsal isə İKT bacarıqlarıdır. Sonra gəlir informasiya savadlılığı. Bəli, informasiya savadlılığı önəmlidir. Şagirdlərdə informasiyanı ötürmək, informasiyanı qəbul etmək, emal etmək, informasiyanın mənbəyini bilmək kimi savadlılıqlar neynəməlidir? Olmalıdır. 5-ci isə maliyyə savadlılığıdır. Maliyyə savadlılığı deyəndə elə başa düşməyin ki, burada söhbət ağır dərəcədə maliyyə savadlılığından gedir. Xeyr, maliyyə savadlılığı, yəni belə deyək də, şagird bu bacarıqlar müəllimlər hər yaşda fərqli cür formalaşdırmalıdır. Məsələn, maliyyə savadlılığı 2-ci sinif şagirdində evdən ona verilən o 2 manatın bölüşdürülməsi, nə bilim, dükana göndərirlər çörək almaq, məsələn, su almaq və s. Orada o apardığı pulu hesablama bacarığı bu cür. Amma yuxarı sinif şagirdlərində artıq müəyyən layihələr, planlar hazırlamaq, iqtisadi layihələrin qurulması, iqtisadi planların qurulması kimi neynənir? Başa düşülür. Yəni, burada yaş mütləq nəzərə almalıdır. Və yaxud da ki, əməkdaşlıqdan gəlin danışaq. Əməkdaşlıq balaca siniflərdə kollektivdə işləmək, kollektivlə işləmək qaydalarını başa düşmək kimi bir sadə təfəkkür kimi formalaşdırılmalıdır. Yəni, fəaliyyət kimi. Amma artıq yuxarı siniflərdə kollektivlə çalışmaqla yanaşı, eyni zamanda şagird kollektivin ortaq maraqlarını qoruyur, kollektivin ortaq maraqlarına dəyər verir və s. Kimi bacarıqlara neynəyə bilər? Çevrilməlidir. Yəni, yaş xüsusiyyəti mütləq nəzərə alınmalıdır. Amma bu o demək deyil ki, şagirdlərdə ümumiyyətlə, tutaq ki, yaradıcı təfəkkür ancaq yuxarı sinifdə formalaşdırıla bilər. Xeyr, hərəsində fərqli cürdür. Məsələn, gəlin yaradıcıya baxaq. Aşağı siniflərdə şagird əşyadan qeyri-adi istifadə üçün, məsələn, yaradıcı düşünürsə, yuxarı siniflərdə isə artıq qeyri-standart yanaşma, innovativ layihələrin hazırlanması kimi səriştələrə gəlib çıxa bilir. Növbəti səriştələrimiz daha doğrusu, növbəti 5 səriştəmiz nədir? Milli dəyərlərlə bağlıdır. Təkcə milli yox, bəşəri dəyərlər də burada var. Birinci olacaq nə? Birinci olacaq milli kimliyin dərki. Deməli, birinci səriştəmiz nə olacaq? Milli kimliyin dərki. Burada aydın məsələdə söhbət nədən gedir? Yəni, mən milli kimlik olaraq Azərbaycanlıyam. Milli kimliyin dərki və bunun yanında milli iftixar hissi də var. Qoy onu da yazım, milli iftixar hissi də var. Deməli, yəni, burada artıq şagird nədir? Burada artıq şagird, belə deyək də, özünü bir kimlik olaraq dərk eləyir. Özünü bir kimlik olaraq dərk eləyir və deməli, özünü bir kimlik olaraq dərk eləyir, Azərbaycanlı olduğunu dərk edir. Burada ən çox Azərbaycançılıq ideyalarından söhbət gedir ki, yəni, milli kimliyin dərki, rəngi səhv götürdüm deyəsən, dərki, rəngi səhv götürmüşəm, və milli iftixar hissi, Yəni, burada söhbət nədən gedir, müəllimlər? Yaza-yaza həm də sizə izah edirəm. Yəni, şagird Azərbaycançılıq ruhunda böyüyür, kim olduğunu başa düşür, dövlətinin tanıyır, dövlətinin, belə deyək, ideyalarını müdafiə edir, Azərbaycançılıq ruhunu hər yerdə müdafiə edir, təbliğ edir və s. İkinci, fəal vətəndaş mövqeyidir. Fəal vətəndaş mövqeyi tamam başqa bir şeydir. Yəni, fəal vətəndaşdır. Fəal vətəndaş könüllü layihələrdə iştirak edir, seçkilərdə iştirak edir, dövləti ilə bağlı, məsələn, xəbərlərə baxır, dünyada baş verən hadisələrə maraqlıdır,
Yəni fəal vətəndaş olaraq dövlət qarşısında məsuliyyətini başa düşür. Yəni burada söhbət nədən gedir? Fəal vətəndaş mövqeyi deyəndə, yəni yaşadığı ölkə haqqında məlumatlı olmaq, yaşadığı ölkəni tanımaq, dövlətin maraqlarının müdafiəsi. Burada söhbət bundan gedir. Amma milli kimlik deyəndə, yəni dövlət himnlərinə hörmət, şagird əgər hansısa bir idman yarışında Azərbaycan Respublikasının himnini səsləndirirsə və bundan fəxr edirsə, bu milli kimliyin dərkidir. Aydınmı? Çünki Azərbaycanı təmsil edir başqa dövlətdə. Amma fəal vətəndaş mövqeyi isə, yəni dövlətinin vətəndaşı olaraq fəaliyyəti fəaldır, pasiv vətəndaş deyil. Məsələn, tutaq ki, bir problem var, məhəllələrində su problemi var. Fəal vətəndaşdır, bunu həll eləməyə çalışır, lazım olan qruplara müraciət eləyir və yaxud da ki, ağac əkmə aksiyasında iştirak eləyir, fəal vətəndaş mövqeyidir, seçkilərdə iştirak eləyir. Bunlar nədir? Fəal vətəndaş mövqeyidir və dövlətin maraqlarını müdafiə edən də fəal vətəndaşdır. Çünki dövlət qarşısında vəzifələrini neyniyir? Başa düşür. Deməli, dəyərlərlə bağlı üçüncü səriştəmiz olacaq şəxsi və sosial məsuliyyət. Bu çox önəmlidir, mən deyərdim. Yəni, insan olaraq şəxsi və sosial məsuliyyətimizi başa düşürük. Burada söhbət nədən gedir? Məsələn, şagirdə aparıq bir ictimai bir yerə, zooparka və yaxud da ki, bir tarix muzeyinə, xalça muzeyinə. Şagird burada necə davranmaq lazımdır, sosial mühitdə özünü necə aparmalıdır, avtobusda özünü necə aparmalıdır, ictimai yerlərdə. Yəni, sosial məsuliyyətini hiss eləməlidir ki, mən şəxs olaraq sosiallıq çərçivəsində necə davranmalıyam. Eyni zamanda şəxsi məsuliyyətini də neyniyir? Dərk eləyir. Bir şəxs olaraq məsuliyyətini, cavabdehliklərini, hüquq və vəzifələrini neyniyir? Bilir. Dördüncü məsələ insan hüquqlarına hörmətdir. Demokratiya və insan hüquqlarına hörmət. Demokratiya və insan hüquqlarına hörmət. Burada da söhbət nədən gedir? Yəni, hər kəs qanun qarşısında bərabərdir. Hər kəsin, deməli, qanun qarşısında nəyi var? Demokratiya və insan hüquqlarına hörmət. Xəttim onsuz Allahdan pisdir. Bu lövhə də xəttimi laf pis çıxardır. İnsan hüquqlarına hörmət. Burada yəni insan hüquqlarıdır da. Məsələn, mən qarşımdakının hüquqlarına hörmət eləməliyəm. Qadın və kişi hüquqlarının bərabər olduğunu düşünürəm. Yəni, bərabərdir deyə mən bunları bərabər qəbul edirəm. İnsanların, məsələn, tutaq ki, sağlamlıq imkanları məhdud insan var. Nə olsun ki, onun sağlamlıq imkanları məhduddur. Onun da təhsil almaq hüququ var. Onun da hər hansı bir yarışdan iştirak eləmək hüququ var. Yəni, başqalarının hüququnu tanımaq, başqalarının hüququna hörmətlə yanaşmaq. Bu da nədir? Dördüncüdür. Beşinci isə artıq burada başqaları deyəndə başqa millətlərdən söhbət gedir. Burada mədəni müxtəlifliyə hörmətdən söhbət gedir. Yəni, mədəni müxtəliflik bilirsiniz də nədir? Başqa xalqların, başqa millətlərin adət-ənənələrinə, dininə, yaşayış tərzinə hörmətlə yanaşmaq, birgə yaşamaq, nümayiş etdirmək. Məsələn, sinifimizdə tutaq ki, başqa millətdən bir şagird var, ərəb mənşəli bir şagird var və yaxud da Pakistandan bir şagird var. Onun dininə, mədəniyyətinə hörmət eləmək, adət-ənənəsinə hörmət eləmək, tolerantlıq göstərmək, dözümlülük göstərmək, onunla bir kollektivdə təhsil almaq, mədəniyyəti nümayiş etdirməyi bacarmaq. Bu da olacaq nə? Mədəni müxtəlifliyə hörmət. Deməli, bu oldu bizim təhsil alanlarda formalaşdırmalı olduğumuz səriştələrimiz. İndi isə keçirik əsas məsələyə. Əsas məsələmiz nədir? Əsas məsələmiz təhsil verənin qarşısında qoyulmuş pedaqoji tələblərdir. Biz müəllim olaraq təhsil verənlərin qarşısında nə az, nə çox, düz 8 dənə pedaqoji tələb qoyulub. Gəlin, baxaq görək, bunlar hansı tələblərdir? Adı da belə gedir. Ümumi təhsilin təşkilinə dair nə? Pedaqoji tələblər. 8 yox, daha doğrusu 9-dur. Pedaqoji tələblərin sayı 9-dur, 8 deyil, unutmuşam. Aha. Birinci, pedaqoji prosesin tamlığı. Pedaqoji prosesin tamlığı nə deməkdir? Yəni, müəllimin təhsilin məqsədi öyrədici, tərbiyəedici və inkişaf etdirici olmalıdır. Ümumiyyətlə, pedaqoji prosesimdə nəsə bir əksiklik varsa, burada o deməkdir ki, mənim pedaqoji prosesim tam deyil. Məsələn, deyirəm ki, Günay müəllimə girdi dərsə,
Girdi dərsə, lakin dərslər təlim nəticələrini elan eləmədən dərsin davam eləməyə keçdi. Müəllimə nəyi pozdu? Pedaqoji prosesin tamlığını pozdu. Və yaxud da Aydan müəllimə girdi, dərsi keçdi, amma sonda şagirdləri qiymətləndirmədi. Burada pedaqoji proses tam oldu mu? Xeyr, yarımçıqlıq var. Pedaqoji prosesimizdə yarımçıq bir şey varsa, deməli burada pedaqoji prosesin tamlığı pozulub. Burada inkişaf edici, öyrədici, tərbiyə edici nə deməkdir? Yəni bizim hər bir mövzumuzun müəyyən bir öyrədici tərəfi var. Biz mövzunu niyə keçirik? Şagirdlərə nələri öyrətmək üçün. Və öyrədici tərəfdən, eyni zamanda tərbiyə edici tərəfdən. Tərbiyə edici tərəf deyəndə bəzən müəllimlər elə başa düşür ki, biz hər dərs tərbiyə ilə bağlı söhbətlər eləməliyik, maarifləndirici söhbətlər eləməliyik. Xeyr, burada söhbət ondan getmir. Burada bizim mövzunun tərbiyə edici xarakteri olmalıdır. Eyni zamanda inkişaf etdirici. Yəni gələcəkdə bu mənim nəyimə lazımdır, mən bu dərsi niyə öyrənirəm? Bu cür biz nə etməliyik? Mövzularımıza, dərslərimizə bu cür yanaşmalıyıq. Bunun biri olmadısa, demək biz pedaqoji prosesi tam həyata keçirmədik. Məsələn, deyir ki, müəllim dərsi keçir, lakin şagirdin öyrəndiyi bilik və bacarığın onun həyatda nə üçün lazım olduğunu, gələcək həyatında ona hansı perspektivlər olacağını haqqında məlumat vermədi. Nə pozuldu? Pedaqoji prosesin tamlığı pozuldu. İkinci, təhsildə bərabər imkanların yaradılmasıdır. Bu nə deməkdir? Yəni, müəllim təhsildə hər bir şagirdə bərabər imkanlar yaratmalıdır. Fərqi yoxdur, maddiyyatından, sosial mənşəyindən, kimliyindən, kimin evladı olmağından, ondan sonra fəallığından, passivliyindən, aktivliyindən, daha yaxşı öyrənən, daha zəif öyrənən olmasından asılı olmayaraq hər kəsə bərabər imkanlar yaratmalıdır. Məsələn, deyirəm ki, Günel müəllimə girdi dərsə, aktiv uşaqlarla işlədi, 5-6 dənə aktiv uşaqla işlədi, yerdə qalan uşaqlarla heç maraqlanmadı, dərsi nə dərəcədə öyrəndilər, öyrənmədilər, heç maraqlanmadı, keçdi, getdi. Nə pozuldu? Bərabər imkanlar pozuldu. Və yaxud da deyirəm ki, Aqil dərsə gecikmişdi, müəllim də qrup işi işlədirdi. Aqil gecikmişdi, dedi ki, sən gecikmisən, Aqilə bir dənə fərdi tapşırıq verdi. Müəllim nəyi pozdu? Təhsildə bərabər imkanları pozdu. Müəllim onu da qrupun birinə nə etməli idi? Daxil etməli idi. Bu da oldu bərabər. Yəni, deyir, təhsil alanların hər birinə eyni təlim şəraiti yaratmaq lazımdır. Eyni təlim şəraiti yaratmaq. Və yaxud da, baxın, burada bir məsələ də var. Burada bir məsələ də var, onu da sizin nəzərinizə çatdırım. Deyir ki, müəllimə girdi, çətin tapşırıqları payladı bütün sinifə. Əli ilə Hüseyin yaxşı oxuyurdular, onun tapşırığın öhdəsindən gəldilər. Yerdə qalan uşaqlar tapşırığı eləyə bilmədi. Müəllimə nəyi pozdu? Təhsildə bərabər imkanları. Niyə? Çünki hər bir şagirdin potensialına uyğun, baxın, hər bir şagirdin maraq və potensialına uyğun nə etməliyik? Tapşırıqlar verməliyik ki, hər kəs üçün bərabər imkanlar olsun. Üçüncü məsələ şəxsiyyət yönümlülük məsələsidir. Şəxsiyyət yönümlülük məsələsi eynən kurikulumun prinsipi kimi qalır. Şagirdlərdə həm idraki inkişaf elətdirmək, həm ünsiyyəti, həm də psixomotor. Bunlar haqqında dəfələrlə danışmışıq. Şagirdlərə bilik vermək, bacarıq, ünsiyyət fəaliyyəti vermək, eyni zamanda hərəki bacarıqlar vermək və onlarda milli, bəşəri dəyərlər nə etmək lazımdır? Formalaşdırmaq lazımdır. Bu da olur şəxsiyyət yönümlülük. Şagird yönümlülük də elə eyni şeydir. Şagirdlərin dəyişən tələblərinin nəzərə alınması, istedadlarının reallaşdırılması və onların şəxsiyyət kimi formalaşdırılmasına yönəlməsidir. Şagird yönümlülüyün yanında bir dənə açar sözü yazaq, diaqnostik qiymətləndirmə. Əgər bizə desək ki, müəllim diaqnostik qiymətləndirmə deməli, müəllim diaqnostik qiymətləndirmə aparıb, müəllim bizə verilən pedaqoji prinsiplərdən hansını reallaşdırmağa çalışıb, deməli, diaqnostik qiymətləndirmə nə olacaq? Şagird yönümlülük. Niyə? Burada belə bir sual yaranır. Niyə? Çünki mən diaqnostik eləyirəm görüm, mənim uşaqlarımın potensialı, səviyyəsi nə yerdədir? Onlara uyğun, onların tələbatlarına uyğun, onların istedadlarına uyğun, onların marağına uyğun nə edirəm? Dərs planımı qururam, cari yox, perspektiv planlaşdırmamı qururam, illik planlaşdırmamı. Demək nədir? Diaqnostik şagird yönümlülük prinsipinə aiddir. Növbəti pedaqoji prinsipimiz, deməli, növbəti pedaqoji prinsipimiz, yəni 5-ci, olacaq nə? Olacaq inkişaf yönümlülük. Allahım, nədir mənim bu lövhədən yaşadıqlarım? Deyir, alırsan bir zülüm, almırsan 2 zülümdür bizimki. Aha, inkişaf yönümlülük. İnkişaf yönümlülük nədir, müəllimlər? Biraz görüm Allah
qismət eləsə qaldırım yuxarı. Hə. İnkişaf yönümlülük, yəni şagirdin nailiyyətini təhlil eləyirəm. Şagirdin summativ qiymətləndirilməsini təhlil eləyirəm. Bax, bura inkişaf yönümlülüyün yanına bir dənə summativ yazım. Bilin ki, inkişaf yönümlülük summativ varsa, ki sığı varsa, burada nə var? Lap bu sığı da olsun. Burada nə var? Burada inkişaf yönümlülük var. Niyə? Çünki müəllim ki sığının və b sığının deməli nəticələrini təhlil eləyir. Elə belə summativ yazım. Hə. Summativ qiymətləndirməni harda gördünüz? Allahım, nə idi günahım? Deməli, summativ qiymətləndirməni harda gördünüz? Bilin ki, söhbət inkişaf yönümlülükdən gedir. Aha, inkişaf yönümlülükdən gedir. Niyə? Çünki müəllim şagirdin nailiyyətini təhlil eləyir və nailiyyətindən alınan nəticəyə uyğun olaraq şagirdin nəyi düzəltmək lazımdır inkişafında, nəyi aradan qaldırmaq lazımdır. Bunu öz üçün bir tədbir həyata keçirdir. Planlamasına bir dəyişiklik eləyir. Deməli, müəllim şagirdi nə eləyir? İnkişaf elətdirməyə çalışır, inkişaf yönümlü yaranır. İnkişaf yönümlü yanaşır məsələyə. Məsələn, deyirəm ki, uşaqlar kiçik summativ qiymətləndirmə yazdılar. Müəllim gətirdi, payladı. Nəticələri Ayan 70% yığmışdı, 70 bal yığmışdı. Ayan müəllimdən soruşdu ki, ay müəllim, mənim 30% səhvlərimi başa düşmədim. Müəllim onu təhlil eləmədi. O səhvlərin inkişafı üçün Ayana hər hansı bir yol göstərmədi. Müəllim nəyi pozdu? İnkişaf yönümlülük prinsipini nədir? Pozdu. Çünki müəllim qarşısına qoyulan bir tələbdir ki, şagirdləri inkişafa doğru neynəsin? Aparsın. 6-cı pedaqoji tələbimiz fəaliyyətin stimullaşdırılmasıdır. Nə deməkdir fəaliyyətin stimullaşdırılması? Baxın, adından da bəllidir. Şagirdə stimul vermək. Şagirdə stimul vermək. Bura bir dənə yazıram, qəşəng böyük hərflərlə rəy. Harda rəy gördünüz? Bilin ki, fəaliyyətin stimullaşdırılmasına söhbət gedir. Müəllim şagirdə rəy verir. Qızım, sənin bax, müsbət cəhətlərin bugünkü dərsdə budur, amma çatışmayan bunlardır, bunları düzəltməlisən. Müəllim neynədir? Stimul verdi şagirdə. Onun işini izlədi və dəyər verdi və onun işini istiqamətləndirdi. Şagirdə həvəs yaratdı, motivasiya yaratdı, şagirdə lazım olan rəyi verdi. Deyir ki, əli çıxdı lövhəyə, riyaziyyat dərsindən məsələ həll elədi və müəllim o məsələni necə həll eləməsindən bağlı Əliyə heç bir fikir bildirmədi. Müəllim neynəmədi? Müəllim əlinin fəaliyyətini stimullaşdırmadı. Ona istiqamət vermədi, ona marağın yüksəldilməsi üçün hər hansı bir nailiyyətinə neynəmədi? Fikir vermədi, rəy bildirmədi. Deməli, əlinin fəaliyyəti burada stimullaşdırılmadı. 7-ci tələbimiz dəstəkləyici mühitdir. Dəstəkləyici mühitin böyründən yazırıq. Psixoloji mühit, sağlam. Psixoloji mühit. Əslində heç onu yazmayayım, bura yazıbdır. Psixoloji mühit. Yəni, müəllim sağlam, yaradıcı və təhlükəsiz təhsil şəraiti yaratmalıdır. İki uşaq dalaşır, müəllim onlara fikir vermir. Nə pozulub? Dəstəkləyici mühit pozulub. Niyə? İki uşaq dalaşır, müəllim dərsini keçməyə davam edir. Burada hansı sağlam təhsildən söhbət gedə bilər? Heç bir sağlam təhsildən söhbət gedə bilməz. Deməli, nə pozuldu? Dəstəkləyici mühit pozuldu. Bura ipucu kimi yazıram, hər hansı bir vəsait vermək. Tutaq ki, hər hansı bir vəsait vermək, bu da nədir? Dəstəkləyici mühitdir. Məsələn, laboratoriya aparmışam şagirdləri, təhlükəsizliyini qorumaq üçün görürsünüz nə deyir? Təhlükəsiz. Təhlükəsizliyini qorumaq üçün onlara əlcək verirəm, maska verirəm. Nə yaradıram? Dəstəkləyici mühit yaradıram. Və yaxud da ki, sinifimizə təzə uşaq gəlib, adaptasiya problemi yaşayır, uşaqlarla dil tapa bilmir, ona mən dəstək oluram. Nə mənada dəstək oluram? Uşaqlara tapşırıram ki, baxın, Günel bizim sinifimizə təzə gəlib, onu məktəblə tanış eləyin, aparın onu kitabxanaya, ona bir kitab götürsün oradan. Məqsədim nədir? Güneli sinifə uyğunlaşdırmağa çalışıram. Deməli, mən dəstəkləyici mühit yaradıram. 8-ci inklüzivlikdir. İnklüzivlik nədir? Yəni, intellektual səviyyəsindən, fiziki sağlamlığından, psixoloji sağlamlığından asılı olmayaraq təhsilin hər kəs üçün əlçatan olması. Burada söhbət ondan gedir ki, sağlamlıq imkanları məhdud olan, intellektual olaraq bir qədər geri zəkalı deyək buna loru dildə, biraz çətin başa düşən uşaqlara da biz təhsili neynəməliyik? Əlçatan etməliyik. Məsələn, deyək ki, müəllim qrup işi vermişdi. Qrup işi zamanı nə iş görəcəklər, izah elədi. Lakin qrupda uşağın biri
əlin qaldırdı, dedi ki, ay müəllim, mən başa düşmədim, mən nə etməliyəm? Müəllim dedi ki, hər şeyi bayaqdan mənə qulaq asardın, düşmədin. Müəllim nəyə pozdu? İnklüzivliyi pozdu. Niyə? Bu şagird bir qədər intellektual xüsusiyyətinə görə geri qalır digər uşaqlardan. Bir qədər informasiya savadlılığı zəifdir. Biz onu təkrarən ona nə etməliyik? Daha başa düşən sadə dildə izah eləməliyik. Və yaxud da ki, sinifimizdə sağlamlıq imkanı məhdud olan şagird var, müəllim onu nəzərə almır. Uşağın eşitməsi yoxdur, müəllim ancaq audial tapşırıqlar verir, uşağı nəzərə almır. Nə pozulur? İnklüzivlik pozulur. 9-cu isə bizim yaralı yerimiz valideyn-məktəb əlaqəsinin tənzimlənməsidir. Bilirsiniz ki, təhsil üçbucağı deyilən bir şey var. Bu üçbucağın bir başında müəllim, bir təpəsində şagird, digər təpəsində isə valideyn durur və pedaqoji təcrübələr sübut eləmişdir ki, valideynin əməkdaşlığı sıx olan şagirdin həm akademik göstərisi yüksək olur, həm sosial bacarıqları yüksək olur, həm də bir şəxsiyyət kimi yetişdirməsinə müsbət təsir göstərir. Ona görə də təhsil müəssisəsinin idarə edilməsində təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bütün problemlərin aradan qaldırılması üçün biz nə etməliyik? Valideyni məktəbə cəlb etməliyik və bu işdə valideynlərin bəziləri israrlı olmur. Müəllim bu işdə nə olmalıdır? İsrarlı olmalıdır. Məsələn, deyir ki, əlinin valideyni 2 aydır uşağı ilə maraqlanmır. Müəllim də heç axtarmır əlinin valideynini. Müəllim hansı pedaqoji tələbi pozmuş olur? Məktəb valideyn əlaqəsini pozubdur. Əlinin valideyni maraqlanmırsa, müəllim əlinin valideynini əli ilə maraqlanmağa nə etməlidir? Çəkməlidir, israrlı olmalıdır. Yəni, hər vasitələrə əl ataraq valideyni məktəbə cəlb etməlidir. Bugünkü dərsimizdə bu qədər. Əsas yenə deyirəm, burada mövzunun çoxluğu sizi qorxuzmasın. Əsas bilməli olduğumuz nüanslar, şagirddə formalaşdırmalı olduğumuz bacarıqlardır. Bir də ümumi təhsilin təşkili ilə bağlı qoyulmuş pedaqoji tələblərdir ki, bunları əsas bilməliyik. Digər məsələlər haqqında da ümumi məlumatımız olsa yaxşı olar. Çox sağ olun dinlədiyiniz üçün, baxdığınız üçün. Qaranlıq qalan hər hansı bir məsələ varsa, rəy bölməsinə fikir bildirməyinizi xahiş edirəm.